Birinci denən hər etimadlı və etibarlı hədisləri 6 şeyxuzda bilirsiniz. Buxari, Muslim, İbn-i Maci, Əbu Davud, Nisai, Tirmizi. Deyirsiniz ki, bunlarda nə var? Bu həqiqətdir. Bunlarda olmayan həqiqət deyil. İndi sən mənə de görüm, bu 6 şeyxuzdan kim yazıb? Ömər Həzrəti Əl-Müzi Kürsümü yazıb. Kim yazıb? Hansı cildində, hansı sayfada göstərsin bana. Bir. İkinci bunu yazan, İkinci bunu yazıb Əbu Abdillah, Muhammed ibn Abdullah Hakimən Neyşafuri, Əş-Şafii, Əl-Müstədrak Əla Sahiheyni kitabında Hicrətin 4-cü əsrin alimidir. İranın Nişabur şəhərindəndir. Güya Buxari və Müslimə bu şərh verir. Əl-Müstədrak Əla Sahiheyn və Buxari Müslimin şərtinə görə də hər hədisi mötəbəri bilir. İndi mənim məqsədim var bunu deməyə. Hakimən Neyşafuri yazır ki, Ömər İbn-i Əbbasi göndərdi, Həzrəti Əlinin qızı Kürsümə elçi. Əli əleyhissalam dedi ki, qızım kiçikdir, baradadır, 3 yaşı var. Olmaz filan, İbn-i Əbbas Həzrəti Əlinin cavabını verdi Ömərə. Gətirib xəbər verdi Ömərə. Ömər dedi, get Əliyə deynən, əgər qızı verməsə, mən siqayətəl həcc var, bu həccdə cəmiyyət su var mı, su ilə silab etmə. Onu xəraba qoyacağım. Kəbənin qapısını yandıracağım. 2 nəfər insan əlinin üzrə saxlayacağım, əli oğurluq edir və əlin kəsəcəyəm, məhalı xaraba qoyacağım, əgər kürsümü verməsə. Bunu Nişafuri yazır da bunu. Nişafuri. Bir, əli məcbur qaldı. İndi qulaq az. Bugün bunlar körpə bir uşaqla evlənməyi əxlaqsız bir iş bilirlər. Eşdirsən məni? Gör nə yazıdır. Əli əleyhissalamın gəldi, qızın kürsümü bəzədi, düzədi, hamısın. Onu geyindirdi, ətirlədi, verdi İbn-i Əbbasın qucağına, dedi, var ver Ömərə. Ömər onu aldı mənbərin üstündə öpdü, onun göbəyi, mən bunlar deyə bilmirəm, qaldırdı onun köynəyin, onun göbəyini sürtdü öz bədəninə. Öpdü, onunla mağazlaşdı, dedi, apar ver əliyə, bu biraz böyüsün, bunu alacağım. Sonra deyir, aldı, ondan 2 dənə uşaq oldu. Yalan deyənə Allah lənət eyləsin. Yalan deyənə Allah lənət eyləsin, əgər belə bir qəziyə olubsa. Bu bir. İkinci, Sədrül Huffaz Şeyx Muhammed İbn Yusuf ikinci Şafiidir ki, Əlinin heç belə bir qızı olmayıb. O, Əbu Bəkir'in Əsma binti Ümeysdən olan qızıdır, Əlinin himayəsində böyüdü. Əgər olubsa da, o qız Əlinin yox, Əbu Bəkir'in qızıdır. Bu da 2. Üçüncü, bunu yalandan Bəni Umeyyə dövründə saxta bir hədis düzəldiblər bunu, vəhdət üçün. Güya şiələrin əleyhinə düzəldiblər, eşdirsən məni? Əleyhinə güya, əgər Ömər belə bir ədavat eləmişdi, Fatıma Zəhranın qapı arasında saxlamışdı, bəs niyə Əli qızın verdi ona? Bunlar məntiqsiz sözlərdir hamısı. Şeyx Mufid deyir ki, Əlinin belə bir qızı olmayıb.